Bugün Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi Allahverdi Bağırovun doğum günüdür. 1946-cı il aprel ayının 22-sində Ağdamda anadan olan Allahverdi Teymuroğlu Bağırov orta təhsilini Ağdam şəhər bir sayılı məktəbdə alıb. 1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rol olub. Rayon ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancıb. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik elədiyi tabor tərəfindən Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilib. 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib. Pircamal kəndindəki bütün yüksəkliklər tutulub. Kətük kəndi ilə üzbəüz mövqe qurulub. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz eləmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi 2 saat lazım olub. Bu əməliyyata görə Allahverdi Bağırov General Məhəmməd Əsədov mükafatına layiq görülüb. Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il iyunun 12-sində Aranzəmin döyüşlərində olub. Aranzəmin kəndi uğrunda döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əskərini məhv eləyib və 10 düşmən əskərini əsir götürüb. Onun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və Azərbaycanlı girovların erməni işğalçı əskərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 şəhid vermişdi. Bağırov 3 gün ərzində 1003 Xocalı girovunu ermənilərin əlindən xilas eləyib. 1992-ci ilin iyunun 12-sində təcili iş üçün Ağdama çağırılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşüb və Allahverdi Bağırov həlak olub. O, Ağdamda da torpağa tapşırılıb. Ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb, Qızıl Ulduz medalı ilə təltif olunub.